Hər vaxtınız xeyir olsun News TV izləyiciləri. Vətəndaş mövqeyində bugün gündəmi deputat Naqif Həmzəyev ilə müzakirə edəcək. Naqif bəy, xoş gəlmisiniz. Salam, xoş gördük. Təşəkkür edirəm. Qonşu Türkiyə ölkəsində qazi və şəhid ailələri üçün nəqliyyatdan istifadə etmə xüsusi güzəştli imkanlar yaradılıb. Nə etmək lazımdır? Hansı planları həyata keçirmək olar bu proyektin bizdə də həyata keçməsi üçün? Bilirsiniz, ilk növbədə onu qeyd etmək lazımdır ki, şəhid ailələri, qazi ailələri, ümumiyyətlə xüsusi kateqoriyada olan insanlar üçün Azərbaycan dövləti tərəfindən xüsusi proqramlar həyata keçirilir. Yəni mən düşünürəm ki, Azərbaycanda məhz qazi və şəhid ailələri üçün tətbiq edilən güzəştlər və onlar üçün yaradılmış şərait digər ölkələrdə yoxdur. Məsəl üçün Azərbaycanda demək olar ki, bütün şəhid ailələri və qazilər evlərlə, mənzillərlə təmin edilirlər. Sonra onlara xüsusi müavinətlər verilirlər və bununla yanaşı həmin ailələrin nümayəndələrinin məşğulluq problemləri öz həllini tapır. Yəni bunlar açıq deyək, elə də asan məsələlər deyil, ancaq Azərbaycan hökuməti bu işin öhdəsindən gəlir və mərhələli şəkildə bu işlər həyata keçirilir. Məndə olan məlumata görə 2025-ci ilə qədər şəhid ailələri ilə bağlı demək olar ki, bu mənzillərin verilməsi məsələsi yekunlaşacaq. Bununla yanaşı məhz qazilər, hansı ki müharibə zamanı, döyüşlər zamanı əlillik, yəni fiziki qüsur olubdur, hansısa əzasını itiribdir, müəyyən məhdudiyyətlər var. Həmin şəxslərə də xüsusi avtomobillər verilir. Yəni bu iş də bu formada həyata keçirilir. Yəni bu baxımdan da biz siz dediyiniz məsələ ilə bağlı bir neçə dəfə müxtəlif təkliflərlə çıxış etmişik aidiyyatı qurumlar qarşısında. Tək şəhid ailələr, qazilər yox, eyni zamanda tələbələr, daha sonra təqaüddə olan insanlarla bağlı. Ancaq biz açıq deyək onlardan bununla bağlı cavab almışıq ki, biz kifayət qədər onsuz da müavinətlər veririk və Azərbaycan hökumət tərəfindən kifayət qədər digər şərait yaradılır və bu baxımdan da məhz nəqliyyatda daşımalar zamanı bu güzəştlər hələlik araşdırılmayıb, hələlik tətbiq edilmir. Və mən düşünürəm ki, xatırlayırsınız, Sovetlər vaxtı və yaxud da müstəqilliyimizin ilk illərində müəyyən bir güzəştlər var idi və o çox təəssüf olsun ki, o güzəştlər yalnız həmin kateqoriyadan olan insanlar yox, digər insanlar da müxtəlif yollarla həmin vəsiqələr və yaxud nələrsə əldə etmişlər və onlar da çox təəssüf olsun ki, həmin qanunsuz olaraq o güzəştlərdən istifadə edirlər. Yəni bu baxımdan da hal-hazırda mən düşünürəm ki, bunun üçün müxtəlif proqram işlənə bilər. Çünki əvvəlki dövrdən fərqli olaraq indi artıq xüsusi kartlardan istifadə edilir, mini kartlardan istifadə olunur və yaxud digital formada, yəni QR kodlarla da artıq bunu tanıtmaq olar və xüsusi şəxsin özünə məxsus artıq smartfonlardan bu ödənişlər edə bilər. Mən düşünürəm ki, yaxın gələcəkdə aidiyyatı qurumlar bu məsələni yenidən nəzərdən keçirilib, bununla bağlı təklif hazırlaya bilərlər. Ancaq ilk növbədə mən düşünürəm ki, bundan öncə biz ictimai nəqliyyatdakı keyfiyyəti artırmalıyıq. Yəni ictimai nəqliyyatımız gərək o səviyyədə olsun ki, artıq həqiqətən daha sonra orada o datasiya ilə işləmək dayansın, daha sonra burada gəlirlər olsun, ondan sonra artıq o güzəştlər tətbiq edilsin. Bu günlər metro məsəl üçün dövlət hesabına faktiki olaraq fəaliyyət göstərir. Digər nəqliyyat vasitələri, məsələn, avtobusların hələ tam olaraq tam elektron ödəniş sisteminə keçməyibdilər. Yəni söhbət hələ yalnız Bakıdan gedir. Respublika üzrə isə ümumiyyətlə heç Bakıdakı səviyyə gəlib çata bilmir. İctimai nəqliyyatdan istifadə və keyfiyyət baxımından. Bu baxımdan da mən düşünürəm ki, ilk növbədə bu ictimai nəqliyyatın mövcud problemləri tamamilə aradan qalxmalıdır. Ondan sonra artıq həmənki güzəştlər və ya hər hansı bir Yəni belə bir plan var da, yəni ki hələ ki mən bu suala cavablandıra bilmərəm, çünki aidiyyatı qurumlar yəni deyə bilər, ancaq məndə olan məlumata görə bu məsələ hələlik gündəmdə deyil. Xankəndidə Qarabağ Universiteti yaradılıb. Ümumiyyətlə bu universitetin həm siyasi, həm sosial motivləri hansılardır sizcə və təhsildə hansı yeniliklərlə müşahidə olunacaq? Yəni İlk növbədə Qarabağ Universitetinin yaradılması zərurətdən irəli doğurdu. Çünki Sovetlər vaxtı da orada universitet olubdu, fəaliyyət göstəribdi. Qarabağ və Şərqi Zəngəzurda yaşayan bizim vətəndaşlarımız, tələbələrimiz o universitetlərdə, o institutlarda, kolleclərdə təhsil alıbdılar. Və mən düşünürəm ki, Qarabağ Universiteti Xankəndində olmaqla yanaşı Ağdam şəhəri tam formalaşandan, tikildikdən, qurulduqdan sonra orada da yəqin ki, hansısa bir universitet, Ağdam
Ağdam Universiteti və yaxud bilmək olmaz adı necə olacaq. Orada da bir tədris müəssisəsi mütləq fəaliyyət göstərəcəkdir. Çünki Ağdam da böyük bir şəhərdir. Ancaq biz bilirsiniz, Qarabağ və Şərqi Zəngəzurun quruculuq və abadlıq işlərində cənab prezidentin sərəncamı ilə bu ərazilər yaşıl ərazi elan edilibdir və burada axıllı şəhər, axıllı kənd konsepsiyası reallaşdırılır və daha çox burada alternativ enerji mənbələrindən istifadə olunur. Yəni görürsünüz ki, gələcəyə hədəflənmiş məqsədlər var. Bir növ gələcəyin biz şəhərlərini qururuq və bu baxımdan da orada klassik ixtisaslarla yanaşı daha çox innovativ ixtisaslar da tədris ediləcəkdir. Və mən düşünürəm ki, belə olacağı təqdirdə yalnız yerli tələbələrin yox, həm də xarici tələbələrin də biz marağını cəlb edə biləcəyik və biz burada xarici tələbələrin də təhsil almasını görəcəyik. Yəni həmçinin biz elə bir ixtisaslar burada tədris etməliyik ki, onlar gələcəyin ixtisasları olsunlar. Çünki artıq top 100 ixtisas, top 50 ixtisaslar müəyyənləşdirilib ki, bir çox real həyatda olan ixtisaslar yaxın 10 ildən sonra heç ehtiyac qalmayacaqdır. Çünki süni intellekt bu prosesləri tamamilə qabaqlayır. Yəni bəli, bu baxımdan da orada klassik ixtisasla yanaşı gələcəyin ixtisasları mütləq tədris olunmalıdır və bizdə artıq məsələn ADA Universiteti, UNEK və digər universitetlər var ki, həqiqətən müasir dövrün tələblərinə cavab verirlər və yeniliklər var o universitetlərdə. Yəni bu onu deməyə imkan verir ki, biz Qarabağ Universitetini də dövrün tələblərinə cavab verəcək bir səviyyədə qura biləcəyik və çox sevindirici haldır ki, orada işləmək, fəaliyyət göstərmək üçün minlərlə müraciət var. Təhsil Nazirliyinə artıq bu müraciətlər hər gün olunur və ən layiqli müəllimlər, təhsil işçiləri seçilərək həmin universitetlərdə fəaliyyət göstərməsi üçün ilkin şərait yaradılacaq. Gələcəkdə isə bu universitet məndə olan məlumata görə daha böyük bir ərazidə fəaliyyətini davam etdirəcəkdir. Naqif bəy, bir gənc millət vəkili kimi, yəni necə düşünürsünüz? Hansı fakültələr orada yaradıla bilər? Məsələn, bir təklif nə edərdi tutaq ki? Bir daha deyim, klassik ixtisaslar bu həm pedaqoji ixtisaslardır, həm filologiya, tarix, hüquq, bu ixtisaslarla yanaşı mütləq tətbiqi riyaziyyat, süni intellektlə bağlı informasiya texnologiyalarını özündə əks etdirən ixtisaslar, sonra müasir mühəndisliklə bağlı, zəruri mühəndisliyin yeni dallar, yəni bölümləri var. Onlar mütləq orada tətbiq olunmalıdır. Daha sonra gen mühəndisliyi mütləq burada olmalı. Yəni biz tibb universitetindən söhbət gedirsə, biz yalnız müasir tibb yox, yəni gələcək tibbi, yəni hal-hazır ki, ən belə top 10 universitetlərdə tədris olunan ixtisasları biz burada mütləq açmalıyıq. Yəni, təbii ki, çətindir o ixtisaslarda tədris təşkil etmək, orada müəllimlər tapmaq. Ancaq istənilən halda mən düşünürəm ki, Azərbaycan Təhsil Nazirliyi, Elmə Təhsil Nazirliyi bu işin öhdəsindən gələcəkdir. Çünki biz istəyirik ki, bu universitet yalnız universitetlərimizin sayını artırmasın. Və mən ilk günlərdə müsahibə vermişdim ki, bu Azərbaycanın ilkin hədəf olaraq top 10 universitetindən birinə çevrilsin, sonradan isə regionun ən qabaqcıl universitetlərindən biri olsun. Yəni Qarabağ Universiteti mən düşünürəm ki, bunu edə biləcəkdir. Azərbaycanda bir əsas problemlərdən biri mina problemidir. Yəni ermənilər qəbirstanlıqlarda, evlərdə, hər yerdə minalar basırıblar və fəsadlar durmadan artır. 91-ci ildən bugünkü günə qədər 3416 nəfər demək olar ki, xəsarət alıb, zərər çəkib. Necə düşünürsünüz? Azərbaycan Ermənistandan təzminat tələb edə bilərmi? Ümumiyyətlə Ermənistandan tək mina məsələlərinə görə yox, elə Qarabağ və Şərqi Zəngəzurda törətdikləri dağıntılara, orada həyata keçirdikləri o vandal siyasətə görə onlar onsuz da təzminat ödəyəcəklər. Yəni musacaq zaman məsələsidir. Azərbaycan hökuməti tərəfindən inventarlaşma həyata keçirilibdir. Dəymiş ziyan əvvəlcədən hesablanmışdır. Yəni işğaldan azad olunandan sonra bir daha dəqiqləşdirmə işləri aparıldı, yerində baxıldı. Açıq deyim, biz düşünmürdük ki, bu qədər dağ-dağıntı olar da, yəni bu qədər dağıdalar. Onlar daşı üstə qoymayıblar. Çox təəssüf olsun ki, hətta bizim tarixi abidələrimizi özünküləşdirməyə çalışıbdılar. Bizim dini abidələrimizi donu saxlayıbdılar. Bizim qəbirstanlıqlarımızı belə təhqir ediblər. Yəni, dəymiş ziyan 100 milyardlarla ölçülür. Bununla yanaşı Ermənistan tərəfi məhz yalnız müharibə dövründə yox, müharibədən sonra da 2021-ci ildə istehsal olunmuş minaları bu ərazilərə basırmaqla yenidən ikinci bir müharibə cinayətini törətdilər və bilirsiniz ki, artıq 320-dən çox bizim vətəndaşımız, mülki və hərbi şəxs yaralanıb və yaxud şəhid olubdur, əlil olubdur. Yəni
bu elə belə rəqəm deyil və mən düşünürəm ki, məhz bu mina terroruna görə Ermənistan mütləq cavab verməlidir. Beynəlxalq təşkilatlar çox təəssüf olsun ki, susurlar. Onlar bunu görməzdən gəlirlər. Onlar bu prosesləri sanki belə olmalıdır deyə qəbul edirlər. Ancaq belə deyil. Gecə tezi həmin erməni lobbisinin rüşvəti hesabına Ermənistanın xeyrinə qərarlar çıxaran o ekspertlər, o beynəlxalq təşkilatlar da gecə tezi ədalət mövqeyindən çıxış etmək məcburiyyətinə qalacaqlar və vaxt gələcək biz həqiqətən də bizə qarşı törədilmiş bu cinayətlərə görə məhkəmələr qurulmasını təmin edəcəyik. Ən belə pis halda biz onları elə Azərbaycan qanunu qarşısında, o cinayəti törətmiş şəxsləri Azərbaycan qanunu qarşısında cavab verməyə məcbur edəcəyik. Necə ki, o separat dövlətin rəhbərlərini və yaxud Xocalı soyqırımına əli batmış o şəxsləri hal-hazırda biz Azərbaycan təcridxanalarında istintaqa cəlb etmişik və onların ardıcıl olaraq məhkəmələri keçirdi. Yəni bu proseslər təbii ki, daima davam edəcəkdir. Interpol vasitəsilə axtarışda olan çoxlu sayda erməni əsilli cinayətkarlar var. Və mən düşünürəm ki, biz mütləq həmin şəxslərin haqq ədalət qarşısında cavab verməsini təmin edəcəyik və Ermənistanın törətdiyi bu cinayətlərə görə həmin məsuliyyətli şəxslər mütləq məsuliyyətə cəlb olunacaqlar. Yəni başqa yolu yoxdur. Yəni çünki biz istəyirik ki, qanun qarşısında bu proseslər öz həllini tapsın. Son hadisələrə baxsaq əgər, nəzər yetirsək, Ermənistanın yumşaq çıxışları Azərbaycana qarşı, sərhəddə keçirilən görüşlər, bütün bunlar sülhün imzalanmasına gətirib çıxarda bilərmi? 3 il ərzində biz çoxlu sayda görüşlərin şahidi olduq. Müxtəlif moderatorların və müxtəlif məkanlarda keçirilən bu görüşlərdə Azərbaycan sülhün əldə olunması üçün bütün mümkün alətləri səfərbər etdi, töhfələr verdi. Açıq şəkildə öz şərtlərini ortaya qoydu. Hətta birgə yaşayışa dair proqramı belə qarşı tərəfə bildirdi. Ancaq təəssüf olsun ki, Ermənistan sülhə yaxınlaşdığımız ərəfədə təxribatlar törətdi və xüsusilə də Ermənistanın havadarları davam edir hələ. Ermənistanın havadarları onları cəsarətləndirdi. Hal-hazırda isə bilirsiniz, Fransa aktiv şəkildə Ermənistanı silahlandırır. Yəni bu isə o deməkdir ki, Ermənistan nə vaxt ki o sənədi imzalayacaq, biz onda inanacağıq ki, onlar həqiqətən sülh anlaşması baş tutdu. Yəni mən açıq deyim, Ermənistanın atdığı addımları biz səmimi qəbul etmirik və xüsusilə də ola bilər hətta sülh imzalansa belə Ermənistan yenidən o revanşist fikirlərə xidmət edən o qüvvələr yenidən nə vaxtsa müharibə istəsinlər. Yəni bu baxımdan da Ermənistanın nə sözünə, nə imzasına inanmaq, güvənmək olmaz. Ona görə də Azərbaycan həmişə güclü olmalıdır. Azərbaycan bugünkü gücünü qat-qat artırmalıdır. Azərbaycan bacardığı qədər çalışmalıdır ki, Ermənistanda o revanşist qüvvələrin baş qaldırmasına heç cürə imkan verməsin. Çünki yalnız Ermənistanla biz döyüşmürük. Yalnız Ermənistanla biz mübarizə aparmırıq. Cənubi Qafqazda böyük maraqları olan, Cənubi Qafqaz dövlətlərini və xalqlarını əsarətdə saxlamaq istəyən və burada daima bir münaqişə olmasını istəyən beynəlxalq güclər var. Və xüsusilə də Azərbaycana təsir alətlərini daima aktiv saxlamaq istəyən o güclər hər zaman erməni kartından istifadə edə biləcəklər. Çünki Ermənistan özü bir layihədir. Ermənistan dövləti heç vaxt olmayıbdır. Ermənistan dövləti yaradılıbdır. Ermənistan dövlətini yaratmaqda da hədəf, məqsəd Türk dünyasını bölmək, parçalamaq və burada bir xristian bufer zonası yaratmaq olubdur və bunu da uğurla ediblər. Hal-hazırda isə bu kart əldən ələ keçir, əl dəyişir, niyyətlər isə dəyişmir. Ermənistan isə, ermənilər isə çox təəssüf olsun ki, həmişə özlərinə havadarlar axtarırlar. Güc hardadırsa oradadılar. Azərbaycan bunu çox gözəl bilir və bu baxımdan da biz necə ki 44 günlük Vətən müharibəsində birlik nümayiş etdirdik, vəhdət nümayiş etdirdik. Mən düşünürəm ki, bugündən sonra da biz bunu etməliyik. Ali Baş Komandanın ətrafına sıx birləşməliyik. Ordu, xalq, lider birliyini daima qoruyub saxlamalıyıq. Elə Gürcüstan siyasətçiləri də, ekspertləri də bildiriblər ki, Ermənistan ən yaxşı yolu Azərbaycanla sülh bağlamaqdır. Çünki əks halda erməninin sonu gələcək, Ermənistanın sonu gələcək. Yəni belə bir fikir səsləndiriblər. Təəssüflər olsun ki, ermənilər hələ də öz havadarlarına güvənirlər. Yəni ki, nəsə edə bilərlər. Məqsəd bəlli deyil əslində. Təşəkkür edirəm verilişimizə. Mən sizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Uğurlar arzulayıram. Sizinlə də sağollaşın. Bir daha xatırlatmaq istəyirəm ki, verilişimizin qonağı deputat Naqif Həmzəyev idi. Növbəti verilişimizdə görüşmək ümidi ilə salamat qalın.